İnternetdə qarşıma gözəl bir mahnı çıxdı, dönə-dönə dinlədim. Rus opera müğənnisi bizim mahnını oxuyurdu. Göy bağçalar arasında qoşa gəzdik. Axşamacan yorulmazdıq, inciməzdik. Bulud ötər, ulduz axar, biz baxardıq. Nə bəxtiyardıq. O qədər fərqli oxuyurdu ki, ağlıma bir şey gəldi, təqdimat. Bütün gözəl məzmunlar o zaman gözəl olur ki, onların təqdimatı fərqli olsun, gözəl olsun. Çox vacibdir. 2020-ci ildə İnsan Tarixinin Axarında adlı bir dərs başladım, həftədə yarım saat. Çoxlu mütaliə edirdim. İnsan yaranandan 75 dərs gedib bizim YouTube kanalımızda var, baxa bilərsiniz. Bir neçə dərsdən sonra Avropanın ucqar ölkələrinin birindən məktub aldım. Azərbaycanlı gənc ailəsi ilə ora köçüb və mənə yazırdı ki, müəllim, sənin dərslərini dinlədikdən sonra Azərbaycanı, vətənimi, dinimi və millətimi sevməyə başlamışam. O qədər sevindim bu məktuba. O qədər sevindim. Təqdimat çox vacibdir, dostlar. Necə ola bilir ki, bir insanın təqdimatında Tanrı, vətən, Azərbaycan, Azərbaycan insanı, millət gözəl cilvələnir. Başqasının təqdimatında isə yox. Bunun səbəbi nədir? Səbəbi həmin təqdimatçıdır. Onun zehniyyətidir. Onun baxışıdır. Qaranlıq insanın baxışında vətən də, Tanrı da, millət də qaranlıq görünür. Təşəkkür edirəm.